Salam əziz şagirdlər, dəyərli müəllimlər. Bugünkü mövzumuz Səfəvi Osmanlı müharibələri. Mövzumuza keçməmişdən əvvəl xatırlatma etmək istəyirəm ki, bu tip mövzularımız davamlı olacaq. İmtahana hazırlaşan abituriyentlərimiz, sertifikasiyaya hazırlaşan müəllimlərimiz bu tip mövzulardan istifadə edib uğurlu nəticələr əldə edə bilərlər. Bu səbəbdən kanalımıza abunə olmağı, dəstək olmağı unutmayasınız. İndi isə keçək mövzumuza. Mövzumuz Səfəvi Osmanlı müharibələri. Əlbəttə ki, biz burada İlk öncə 1-ci Səfəvi Osmanlı müharibəsindən danışacağıq. Sonraki videolarımızda bu müharibələrin davamlarını da çəkib paylaşacağım. 1-ci Səfəvi Osmanlı müharibəsi 1514-1555-ci illərdə olmuşdur. Bu müharibələr Səfəvilərdə Şah 1-ci İsmail və Şah Təhmasibin dövrünə, Osmanlılarda isə Sultan 1-ci Səlim və 1-ci Sultan Süleymanın dövrünə düşür. Şah İsmailin hakimiyyət illəri 1501-1524-cü illər, Təhmasibin hakimiyyət illəri 1524-1576-cı illər. 1-ci Sultan Səlimin hakimiyyət illəri 1512-1520-ci illər. Sultan Süleymanın hakimiyyət illəri isə 1520-1566-cı illərə təsadüf edir. Deməli, Səfəvi Osmanlı müharibəsi başlanmamışdan əvvəl Səfəvi dövləti 1501-ci ildə yarandığı zamanlar Osmanlı hökmdarı Sultan Səlimin atası 2-ci Bayezid idi, Sultan 2-ci Bayezid idi və 2-ci Bayezidlə Səfəvi hökmdarı arasında münasibətlər yaxşı olur, dostluq əlaqələri qurulur, Səfəvini dövlət kimi tanıyır. Ancaq Sultan Səlim hakimiyyətə gəldikdən sonra artıq münasibətlər pozulur. Səfəvi Osmanlı müharibəsinin başlama səbəbləri kimi bu vurğuladıqlarımı yadda saxlayın. Deməli, Osmanlılar Şərqi Anadoluya doğru ərazilərini genişləndirməyə çalışırlar. Azərbaycanın ticarət yollarını ələ keçirmək istəyirlər və həmçinin Şərqi Anadoluda və Azərbaycan ərazisində Səfəvilərin möhkəmlənməsi bu müharibənin səbəbləri idi. Artıq müharibə qaçınılmaz olduğu üçün hər iki dövlət tədbirlər görür. İlk öncə Şah İsmailin gördüyü tədbirlərdən danışaq. Şah İsmail Ağqoyunlu hökmdarı Həsən Bayanduru kimi Avropa dövlətləri ilə diplomatik əlaqələr yaradır. Burada əsas məqsəd odlu silah əldə etməkdir. Həm odlu silah, həm də bu silahları istifadə edə biləcək şəxslər axtarırdılar. Çünki bildiyimiz kimi Ağqoyunlu və Səfəvi dövlətlərinin Osmanlıdan əsas geri qalma səbəbi odlu silahın olmaması idi. Bunun üçün Şah İsmail Roma papası ilə, Venesiya ilə məktublaşmaları var. Ancaq Portuqaliya ilə, belə deyək ki, Portuqaliyadan odlu silah almağa cəhd edir. Bu səbəbdən də Portuqaliyanın Hind okeanında, İran körfəzində, yəni Hörmüz boğazında möhkəmlənməsinə mane olmur. Ancaq Portuqaliyalılar verdiyi vədlərə əməl etmirlər və odlu silah verilmir. Ancaq Hörmüz, deməli, Portuqaliyalılar tərəfindən ələ keçirilmiş olur. Sonralar gələcək illərdə Şah İsmailin nəvəsi Şah 1-ci Abbas bu ərazini onlardan geri alacaq. Bu haqda gələn videolarımızda danışacağam. Sultan Səlim hansı tədbirləri görür? Sultan Səlim Avropa dövlətləri ilə müqavilələr bağlayır. Macarıstan və Venesiya kimi dövlətlərlə müqavilələr bağlayır. Yəni, bütün diqqətini Səfəvi dövlətinə yönəldir. Həmçinin Səfəvilər, deməli, qərbdən Osmanlı, şərqdən isə Şeybanilər və ya Özbəklər dediyimiz dövlətlə həmsərhəd idi. Şeybaniləri müharibəyə cəlb etmək istəyir ki, Səfəvilər iki dövlət arasında qalsınlar və mübarizə onlar üçün çətinləşsin. Beləliklə, 1514-cü ildə müharibə başlayır. Çaldıran döyüşü baş verir 1514-cü ildə. Bu döyüş Maku yaxınlığında baş vermişdir. Bu döyüşdə Səfəvlərin və Şah İsmailin xüsusi şücaətinə baxmayaraq, Osmanlı tərəfində odlu silahın olması və sayca çox olmaları onların qalib gəlməsi ilə bu döyüşdə Səfəvlərin məğlub olması ilə nəticələnir. Və bu döyüş nəticəsində Səfəvlər Cənub-Şərqi Anadolu, Mosula qədərki əraziləri itirmiş olurlar. Osmanlı dövləti də həmçinin yaxın və orta şərqdə möhkəmlənmiş olur, güclənmiş olur. Səlimin qoşunları Təbrizə daxil olsalar da, lakin burada Səfəvlərin edə biləcəyi hücumlardan çəkindikləri üçün geri çəkilirlər. Yəni, Təbrizdə möhkəmlənə bilmir, bunu yadımızda saxlayaq. Deməli, yeni fikirlərə keçməmişdən əvvəl onu vurğulayım ki, biz nə dedik? Dedik ki, müharibəyə başlamamışdan əvvəl Sultan Səlim Avropa dövlətləri ilə müqavilələr bağladı.
Və Venn diaqramı tipli testlərdə Sultan Süleymanla Sultan Səlimə oxşarlıq axtaranda biz hər ikisinin Avropa dövlətləri ilə diplomatik əlaqələr qurduğunu görmüş oluruq. Adətən uşaqlar bunu səhv edir. Səhv etməsinin səbəbi Sultan Səlim haqqında yazarkən biz Sultan Səlim və Sultan Süleymanı ümumi tarixdən oxuyuruq Osmanlı dərsindən. Adətən o cümlənin üstündən keçmiş olurlar. Biz Sultan Səlimin ümumi tarixdə yalnız əsas nələri görürük? Məmlüklər dövləti ilə mübarizə apardığını və Səfəvilər dövləti ilə də qısa konkret yazıblar ki, müharibələr aparır. Ancaq Azərbaycan tariximizdə bu vurğulandığı üçün Sultan Süleymanla ortaq cəhət götürülür. Yəni diqqətli olaq, yadımızda qalsın. Şah İsmail haqqında da onu vurğulayım ki, Şah İsmail yalnız müharibə aparmamışdır. Həm müharibə aparmış, həm də Osmanlı dövləti ilə diplomatik əlaqələr də saxlamışdır. Yəni 2-ci Bayezidin dövründə Osmanlı dövlətinin münasibətlər yaxşı olmuşdur. Bunu yadımızda saxlayaq. Bir də onu vurğulayım ki, Şah İsmail Osmanlı ilə müharibə aparıb, ancaq müqavilə imzalamayıb. Bu tip testlərimiz də olur. Misal üçün Şah İsmail və Təhmasib haqqında danışanda Təhmasib həm müharibə aparmış, həm də onun dövründə Amasya müqaviləsi imzalanıb. Yəni həm müharibə aparıb, həm də müqavilə imzalayan hökmdardır. İndi misal üçün biz gələcəkdə Səfəvilər dərsini keçəndə gələcək mövzularımızda qarşılaşacağıq. Məsələn, Məhəmməd Xudabəndə yalnız müharibə aparıb, amma Şah Abbas həm müharibə, həm müqavilə bağlayıb. Bu tip testlərimiz olur. Mövzumuza davam edək. Deməli, bir müddət sonra artıq Sultan Səlim vəfat etdikdən sonra Sultan Süleyman diqqətini Avropaya doğru yönəldir və müharibə bir müddətlik dayanmış olur. Yəni müqavilə bağlanmayıb, sadəcə bir müddətlik dayanmış olur. Sadəcə Sultan Süleyman daha sonralar Şah İsmail vəfat etdikdən sonra Şah Təhmasib taxta çıxır. Şah Təhmasibin hakimiyyətin ilk illərində az yaşlı olduğu üçün müəyyən qədər dövlətdə çətinliklər yaşanır, daxili çəkişmələr olur, ancaq yaşı keçdikdən sonra hakimiyyəti ələ alır və qüdrətli bir hökmdar kimi də tarixdə qalmış olur. Şah Təhmasibin hakimiyyətlərini bir də təkrar vurğulayıram, 1524-76-cı illərdə olur. Sultan Süleyman Şah Təhmasibin dövründə Azərbaycan ərazisində 4 dəfə yürüş edir. Bu yürüşləri qeyd etmişəm. Birinci yürüş 1534, ikinci yürüş 1535, üçüncü yürüş 1548, dördüncü yürüş 1554-cü ildə baş verir. Bu yürüşlərlə bağlı onları vurğulayım ki, ilk öncə onu deyim ki, bu 4 yürüşün üçündə kitablarımızda qeyd edilir ki, Sultan Süleyman qoşunları ilə Azərbaycanın Təbriz şəhərinə daxil olmuş olur. Amma 4-cü yürüşdə bu qeyd edilməyib, Naxçıvan şəhərinə daxil olduğu yazılıb, diqqətimizdə olsun. Ancaq bu yürüşlərin hər birində Sultan Süleyman Azərbaycan ərazisinə daxil olsa da, Azərbaycan ərazisində qala bilmir, geri çəkilir. Bunun səbəblərini onunla bağlı vurğulayım ki, yürüşlərin hər birində demək olar ki, Şah Təhmasib yandırılmış torpaq taktikasından istifadə edir. Yəni şəhərdə olan azuqəni məhv edir, əhalini oradan köçürür və Osmanlılar bura artıq gəldikdə çətinliklə qarşılaşırlar. Həmçinin havanın, qışın sərt keçməsi, Osmanlılara qarşı ciddi müqavimət, bu səbəblərdən Osmanlılar hər dəfə yürüşlərdə Azərbaycan ərazisini tərk etmiş olurlar. Daha konkret məqamlara keçək. Misal üçün 1534-cü ildə Azərbaycan yürüş edir, geri qayıtmaq məcburiyyətində olur. Geri qayıdarkən Bağdadı ələ keçirir, yəni Ərəb İraqın ələ keçirmiş olur. Ümumi tarix kitablarımızda bunu 1535-ci il olaraq vurğulayır. Onu da qeyd edim. Yəni 34-dən geri qayıdarkən 35-ci ildə Ərəb İraqın ələ keçirmiş olur. Yadımızda qalsın. 35-ci il yürüşündə həmçinin Azərbaycana daxil olur, geri çəkilir. 48-ci il yürüşü haqqında nələr qeyd edim? Bir hissəsində videomuzun sonraki hissəsində danışacağım. Deməli 48-ci ildən əvvəl 47-ci ildə Azərbaycanda, yəni Şirvanşahların artıq Şirvanşahlar dövləti süquta uğramışdı. Şirvan bəyliyinin başçısı olan Əlqas Mirzə qiyam qaldırmışdı. O haqda daha geniş məlumat verəcəm. Qiyam 47-ci ildə qaldırılır, lakin Səfəvi dövləti tərəfindən yatırılır. Əlqas Mirzə Osmanlı ərazisinə gedir və 3-cü yürüşün başlanmasına təhrikçi Əlqas Mirzə idi. Lakin 3-cü yürüşdə uğursuzluqla nəticələnir. Əlqas Mirzə tutulur və edam edilir. Osmanlı qoşunları geri çəkilir. Həmçinin Səfəvi qoşunları İsmail Mirzənin başçılığı ilə Qarsa qədər irəliləmiş olurlar. Bunu da qeyd edim. 1552-ci ildə Şah Təhmasib əks hücuma keçir. Bunun səbəbi nə idi? Səbəb o idi ki, həm Şərqi Anadoludakı sərhədyanı ərazilər dağıdılsın, yəni Osmanlıların irəliləməsi çətinləşsin. İkinci bir səbəbi isə Osmanlılar müqavilə imzalamaq istəmirdilər.
yürüşü, müharibəni davam etdirmək istəyirdi. Bu müharibədən artıq onları daşındırmağa çalışırdı Şah Təhmasib və Şah Təhmasibin yürüşü də uğurlu olur. Deməli, Muş ərazisinə qədər irəliləyir, əraziləri, sərhədyanı əraziləri dağıdır, istəyinə hardasa nail olur. Dördüncü yürüşdə artıq uğursuzluğa düçar olur. Dördüncü yürüşün dedim ki, digər yürüşlərdən fərqi Təbrizə yox, Naxçıvan ərazisinə daxil olması yazılıb. Həmçinin Buğurt döyüşü olur bu yürüş vaxtı 1554-cü ildə Buğurt döyüşündə yadımızda saxlayaq. Bu döyüşdə Osmanlılar məğlub olurlar. Beləliklə, nəhayət 1555-ci ildə Amasya müqaviləsi imzalanır. Amasya müqaviləsinin şərtlərini açıqlayıram. Amasya müqaviləsinə görə deməli, birinci Səfəvi ərazisində qalan torpaqları deyə, deməli, Azərbaycan bütöv şəkildə Şərqi Gürcüstan onun tərkibində olur, həmçinin İran ərazisi. Osmanlıda hansı ərazilər qalır? Osmanlı bildiyimiz kimi artıq Çaldıran döyüşündən sonra Cənub-Şərqi Anadoluya nail olmuşdu. Bu ərazi həmçinin Bağdad daxil olmaqla Ərəb İraqı, həmçinin Qərbi Gürcüstan Osmanlının ərazisi olur. Amasya müqaviləsinin şərtlərinə görə Amasya müqaviləsini yaxşı öyrənək. Amasya müqaviləsi sonraki müharibələrdə demək olar ki, Amasya müqaviləsinin şərtləri təkrar olunur. Bir də təkrar edirəm, Səfəvilər Azərbaycan ərazisi tam şəkildə Səfəvilərin əlində qalır. Şərqi Gürcüstan, həmçinin İran ərazisi, Osmanlılarda isə Cənub-Şərqi Anadolu, Bağdad daxil olmaqla Ərəb İraqı və deməli, Qərbi Gürcüstan Osmanlının əlində qalmış olur. Onu vurğulayım ki, Ərəb İraqı bəzən dedikdə, yəni uzun müddət Azərbaycan türklərinin əlində olmuşdur. Yəni biz Qaraqoyunlu dövlətindən, Ağqoyunlu dövlətindən, Səfəvi dövlətində də, misal üçün 1535-ci ilə qədər, yəni Sultan Süleymanın birinci, ikinci yürüşü ərəfəsinə qədər biz Ərəb İraqının Səfəvilərdə olduğunu görürük. Lakin sonradan Osmanlılar tərəfindən ələ keçirilir. Amasya müqaviləsinə təsdiqlənir ki, Ərəb İraqı Osmanlının ərazisi kimi tanınır. Sonraki illərdə, məsələn, Şah Abbas onu geri qaytarsa da, yenə müharibələr davam etdikcə Amasya müqaviləsinin şərti təkrarlandığı üçün Ərəb İraqı Osmanlı ərazisi kimi tanınmış olur. İndi isə nəyi vurğulayıram? Şah Təhmasibin dövründə Azərbaycan torpaqlarının birləşdirilməsinin başa çatması haqqında danışaq. Şah Təhmasib 1538-ci ildə Şirvan ərazisini birləşdirib, beləliklə Şirvanşahlar dövləti, Dərbəndilər sülaləsi süquta uğramış olur. 1551-ci ildə isə Şəki ərazisini birləşdirməklə Azərbaycan ərazisini birləşdirmə prosesini başa çatdırır. Bu ərazidə Şah İsmailin dövründə də ona tabe idilər. Misal üçün, Şah İsmailin dövründə biz bilirik ki, Şirvanşah hökmdarı adı qeyd olunur. Şeyx Şah, 2-ci İbrahim də deyirik, Şah İsmailə tabe idi. Ancaq Şah İsmail Şirvanşahlar dövlətinin varlığına sadəcə olaraq son qoymamışdı. Təhmasibin dövründə isə Şirvanda baş verən hadisələrdən istifadə edib ora qoşun yeridilər. Şirvanşahların sonuncu hökmdarı Şahruh idi, yadınızda qalsın. Şahruh tutulur və edam edilir, xəzinə ələ keçirilir, Şirvan bir bəylərbəyliyə çevrilir. Biz bəylərbəyliklər haqqında danışacağıq, idarə etmə mövzusunu, Səfəvi dövlətini idarə etmə mövzusunu keçdikdə orada bu haqda daha geniş şəkildə məlumat verəcəm. Beləliklə Şirvan bəylərbəyliyə çevrilir və Şirvanın ilk bəylərbəyi Əlqas Mirzə olur. Bayaq vurğuladım ki, Əlqas Mirzə 1538-də Şirvanın bəylərbəyi olur və 1547-ci ildə qiyam qaldırır, özünü hökmdar elan edir. Ancaq məğlub olduğu üçün Osmanlı ərazisinə qaçır və 1548-ci il yürüşünün təhrikçisi həmən Əlqas Mirzə olur. 48-də məğlub olduqları üçün Əlqas Mirzə də ələ keçirilir, edam edilir. Belə yadımızda qalsın. Şəkinin hakimi isə Dərviş Məhəmməd idi. Şirvanşahlar qiyam qaldıranda olaraq kömək etmişdi. Ona görə 1551-ci ildə Şəki hakimliyinin varlığına son qoyulur və Azərbaycan torpaqlarının birləşdirilməsi prosesi başa çatmış olur. 1555-ci ildə Amasya müqaviləsindən əlavə biz Təhmasibin paytaxtı Təbrizdən Qəzvinə köçürdüyündə görürük. Bunun səbəbi Təbrizin Osmanlı sərhədlərinə daha yaxın olması, həmçinin dağıntılara məruz qalması, tez-tez Osmanlı qoşunları o əraziyə daxil olmuşdu. Ona görə daha uzaq ərazi Qəzvinə köçürür və buradan da həmçinin Təhmasibin paytaxt dəyişən bir hökmdar olmasıdır ki, yadımızda qalsın. Testlərdən misal üçün Səlcuq dövlətində hər hansı bir hökmdar və ya Osmanlı dövlətində hər hansı bir hökmdar Təhmasiblə müqayisə edə bilərik ki, paytaxtı dəyişmişdir. Əziz izləyicilər,
Bugünkü mövzumuz bu qədər. Bu videoların davamı olacaq. İzləmədə qalın. Təşəkkür edirəm.